Bəsrədən olan bir kişi qardaşı haqqında İmam Əliyə şikayət etdi. O dedi, bir müddətdir qardaşım dünyadan üz çevirib, köhnə paltar geyinir, bir küncə çəkilərək hamını tərk edib. İmam Əli göstəriş verdi, onu yanına gətirsinlər. Üzünü ona tutub belə dedi, niyə ailə uşağını rəhm etmirsən? Elə düşünürsən, dünya nemətlərindən istifadə etsən, Allah sənə qəzəblənər? Xeyr, əsla belə deyil. Şeytan sənin ağlını əlindən alıb. O dedi, ey möminlərin əmiri, sən də mənim kimi rəftar edirsən. Yaxşı paltarlar geyinmirsən, dadlı yeməklər yemirsən və həyatı özün üçün çətinləşdirmirsən. İmam buyurdu, mən başqa, sən başqa. Mənim rəhbər və hakim olaraq başqa bir vəzifəm var. Allah rəhbərlərə vacib edib ki, ən zəif insanların yaşadığı kimi yaşasınlar. Ən fəqir insanlar onlara baxanda özlərini fəqir hiss etməsinlər.